Əyyub 35-ci fəsil. Elihu sözünü belə davam elətdirdi. Allah önündə haqlı olduğunu deyirsən, bunun doğru olduğunu mu düşünürsən? Bəs niyə soruşursan ki, əgər günah işlətməsəm, bundan xeyrim, qazancım nə ola bilər? Həm sənə, həm də dostlarına belə cavab verəcəyəm. Bir bax səmaya, nəzər sal başının üstündəki buludlara. Günah işlətsən, bunun Allaha nə ziyanı dəyər? Nə qədər üsyankar olsan da ona bir şey olarmı? Sənin salihliyin ona nə verir? Yaxud da o əlindən nəyi alıb götürür? Pisliyin özün kimisinə ziyan vurur, salihliyin isə bəşər oğlu üçündür. İnsanlar ağır təzyiq altında fəryad eləyir, güclülərə qarşı yardım istəyir. Amma deyən yoxdur, hanı məni yaradan Allah? Hanı bizə gecələr ilahilər oxutduran Allah? O bizi yeryüzünün heyvanlarından çox öyrədib. Bizə göydəki quşlardan daha çox hikmət verib. Orada pislərin qüruru üzündən insanlar fəryad eləyir, amma Allah cavab vermir. Əslində Allah boş fəryadı dinləmir. Külli ixtiyar buna əhəmiyyət vermir. Sən onu görmədiyini söylədiyin anda belə mübahisən önündədir. Onu gözdə, indi qəzəblənib cəzalandırmırsa, təqsirin çoxluğuna baxmır. Ona görə Əyyub boş yerə ağzını yorur, avam-avam danışdıqca danışır.